İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Səbail rayon su kanal idarəsinin xidmət ərazisində su və kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı xeyli işlər görülüb. Bu istiqamətdə müxtəlif diametrli su xəttləri çəkilib və dəyişdirilib. 676 ədəd su sayğacı quraşdırılıb. Bundan başqa müxtəlif diametrli 463 metr kanalizasiya şəbəkəsinin 978 metr hissəsi dəyişdirilib, 32 ədəd lyuk quraşdırılıb. 19548 metr kanalizasiya və yağış xətləri xüsusi avtomaşınla yuyularaq istifadəyə tam yararlı vəziyyətə gətirilib. Göstərilən xidmət səviyyəsinin artırılması məqsədi ilə idarə gecə növbəsi də fəaliyyət göstərir ki, bu da gecə saatlarında baş verən qəzaların dərhal aradan qaldırılmasına imkan yaradır. Qarşısında dayandığımız ən böyük su nasosxanasıdır ki, bu da qidalanma mənbəyi 2 dənə 750 kubluq yerüstü ambardan qidalanır. 3000 abonentə xidmət edir. Keçən ilin dövrünə nəzər salsaq da bu nasosxanalarla bağlı əhalinin dayanıqlı su təchizatından təmin etmək üçün fəaliyyət göstərən nasosxanalarımızda 7 ədəd mühərrik əsaslı təmir olunmuşdur, 10 ədəd nasos stansiyası təmir olunmuşdur, 29 ədəd siyirtmə təmir edilmiş, 25 ədədi dəyişdirilmişdir ki, və bunlardan da 3 iri tutumlu ambar yuyularaq zərərsizləşdirilmişdir. Ötən il ərzində xidmət ərazidə 2799 ədəd su xəttində, 7099 ədəd kanalizasiya və yağış sularının şəbəkə xəttində, 2025-ci ilin əvvəlində isə 192 ədəd su xəttində, 284 ədəd kanalizasiya və yağış sularının şəbəkə xəttində baş verən qəzalar aradan qaldırılıb. Bibi-Heybət yolunda 77 millimetrlik beton boruda baş verən qəzanın aradan qaldırılması üçün əraziyə idarənin texnikası və əməkdaşları cəlb olunub. Xəttdə baş verən qəza təmir olunduqdan sonra 150 abonentin içməli su təchizatında yaranan fasilə də aradan qalxmış olacaq. 4000 paqonlu metr su xətti istismar müddəti başa vurulmuş su xətti tərəfimizdən dəyişdirilmişdir və bu istiqamətdə işlərimiz davam etdirilir və qarşıda gələn növbəti tapşırıqlara əsasən primitiv xəttlərin ləğv olunub, magistral xətlərlə əvəz olunması tərəfimizdə qarşıya plan qoyulub və bunun icrası üçün iri şəhərlərin göstərişi ilə işə başlanılacaq. Buna misal olaraq Nemanzadə, Ömər Faiq Nemanzadə küçəsində fərdi qaydada çəkilən xətlərin magistral xətlərlə əvəz olunması işlərinə başlamağımız məqsədə uyğundur. Qeyd edək ki, Səbail rayon su kanal idarəsinin ümumi abonent sayı 45008 ədəd təşkil edir. Rayonda sayğacılaşma isə 94%-dir.